Hər kəsə salam. Bu gün sizinlə milli mətbəximizdən dovğanın hazırlanmasını bölüşürəm. İstəyə görə göyərtinin miqdarını və fərqliliyini dəyişmək olar deyə düşünürəm. Mən isə şüydü, kişnişi, ispanaxı, cəfərini və nanəni xırda-xırda doğrayıram. 3 litrlik balonla 1 balon qatıqın üzərinə 2 xörək qaşığı yuyulmuş düyü, 1 xörək qaşığı un və 2 ədəd yumurta əlavə edib çırpıcı ilə qarışdırıram. Kütlə qaynayıb düyü bişdikdən sonra üzərinə göyərtini əlavə edib 3-5 dəqiqədə qaynadırıq və piltədən götürürəm. Üzərinə bir dolu xörək qaşığı duz əlavə edib qarışdırıram. İstər soyuq halda, istərsə də isti halda sunum edib tükədə bilərsiniz. Növbəti videolarda görüşənə kimi. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun.